Salam, xoş gördük hər birinizi müəllimlər və abituriyentlər. Deməli, bu günlərim əvəzlik haqqında danışırıq. Əvəzlikdən nələrə diqqət eləyək ki, problemlərimiz olmasın. Maksimum dərəcədə çalışacağım ki, sizə qeydlər verim ki, bu qeydlər vasitəsilə də problemlərinizi aradan qaldıra biləsiniz. Başlayaq. Əvvəlcə belə bir sual var. Əvəzliyin nəyə əvəz etdiyini dəqiq demək olar və ya dəqiq demək olmaz. Məsələn, belə bir sual qabağımıza çıxır. Nümunə olaraq belə bir şey yazıram. Bu ən çox bizə problem yaradan məqamdır. Deyir ki, hansı binada yaşayırsan? Burada hansı binada yaşayırsan? Hansı sözü nəyi əvəz eləmiş sayılır? Bu sifəti də əvəz eləmiş sayıla bilər. Sayı da əvəz eləmiş sayıla bilər. Niyə? Çünki hansı sualı həm sifət, həm də sayda rast gəlinən sualdır. 5-ci binada yaşayırsan, hansı binada yaşayırsan? Onu, məsəl üçün, qırmızı binada yaşayırsan, hansı binada yaşayırsan deyə bilərik. Ona görə də burada sifət və ya sayı əvəz elədiyini dəqiq söyləmək olmur. Və ya deyirəm ki, harada yaşayır. Harada yaşayır? Bunun əvəzlədiyi söz nə ola bilər? Ola bilər orada sözü olsun, yəni zərf. Ola da bilər Bakıda. Yəni isim. Yəni ona görə də bax burada hara sual əvəzliyinin, yəni qısaca belə deyim də, hansı sual ki, iki nitq hissəsində mövcuddur, yəni işləmə məqamları oxşar olur. Yəni onların nəyə əvəz elədiyini dəqiq söyləmək olmur. Yəni burada hansı binada yaşayırsan, burada hansı sifət və say, harada yaşayır, burada orada zərf və yaxud da Bakıda isminin əvəzində işlənmiş bir sual əvəzliyi olduğunu düşünə bilirik. Ona görə də bu məqamda deyə bilərəm ki, həm burada, həm də burada sual əvəzliyi nəyə əvəz eləyib dəqiq söyləmək olmur. Bu məqama diqqət eləyək. Sonra təyini əvəzliklərin, daha doğrusu işarə əvəzliklərinin nəyə əvəz etməsi haqqında bir məlumat verək sizə. İşarə əvəzlikləri o, bu, elə, belə, həmin və ya həmən, o həmin sözünə də ekvivalent olaraq istifadə olunur. Burada mən danışmaq istəyirəm həmin sözündən. Həmin sözü ən çox nəyə əvəz eləyir? Həmin sözü sifətə əvəz eləyir. Bu bir klassik qaydadır. Amma həmin sözü başqa nitq hissələrini əvəz eləyə bilərmi? Bu əvəz eləyə bilər. Amma biz bunu bu vəziyyətdə yox, biz bunu əsas kontekst daxilində görə bilirik. Məsələn, deyirəm ki, mən 5-ci binada qalıram. Dostum da həmin binada qalır. Bu həmin sözü əslində 5-ci sözünü əvəz eləyib. Yəni normalda sifətə əvəz eləyən əvəzlik burada say əvəz eləyibdir. Və ya mən torpaq yolla getdim. Onlar da həmin yolla getdilər. Buradakı həmin də bu torpaq sözünü əvəz eləyibdir. Torpaq sözü burada isimdir. Onda belə çıxır ki, həmin əvəzliyi burada ismi əvəz eləyibdir. Gördüyümüz kimi belə nümunələr işlədir. Fe'l sifəti də əvəz eləyə bilər bu vəziyyətdə, sifəti də əvəz eləyə bilər. Eyni zamanda sayı da əvəz eləyə bilər. Gördüyümüz kimi isim, sifətləşmiş ismi də əvəz eləyə bilir. Yəni bu məqam işlənir, kontekst daxilində qarşımıza çıxır. Sonra diqqət eləyin, elə və belə sözləri zərf deyil. Bunlar işarə əvəzlikləridir. Amma biz nə edirik? Çaşırıq ki, müəllim elə danışdı, axı zərfdir. Zərf deyil, əvəzlikdir, zərf əvəz eləyib. Yəni yadınızda saxlayın ki, əvəzlik cümlədə varsa, deməli artıq o nəyisə əvəz eləyibdir. Yəni əvəzlik cümlədədirsə əvəz eləməklə məşğuldur. Yəni onu bir xüsusi olaraq nəsə əvəz etməmək vəziyyəti yoxdur. Əvəzlik cümlədədirsə, mütləq ki, nəyisə əvəz eləmişdir. İndi elə belə cümlədədirsə, bunlar əvəzliklərdir. Mütləq ki, zərfi əvəz eləmiş sayıla bilərmi? Sayıla bilər. Sifət əvəz eləyə bilərmi? Eləyə bilər.
Sonra elə əlavə olaraq deyək, elə belə əvəzlikləri ismi də əvəz eləyə bilər. Nə zaman ismə məxsus olan qrammatik şəkilçi qəbul etsə, təbii birinci mənsubiyyəti və ya cəmi qəbul eləyə bilər. Sonradan da hal şəkilçisini qəbul eləyə bilər. Yəni elə belə əvəzlikləri birbaşa olaraq hal şəkilçisini qəbul eləyə bilməzlər. Ona görə də mənsubiyyət sonra hal sxemi burada lazımdır. Sonra burada elə və belə sözlərinin bütün məqamlarına da bir dənə nəzər yetirək. El sözü oba mənasında belə də düşünülə bilər. Həmin bu el sözü iki fərqli mənada isim kimi düşünülə bilər. Oba mənasında, bir də el millət mənasında düşünülə bilər. Yəni bütöv olaraq da yönlük halda olan bir söz hesab olunur. Toplu isim və tək isim kimi düşünülür və bir də elə sözünə sən yanaşa bilərsən ədat kimi, ədat da deyə bilərsən bu sözə, yəni elə sözünü daha doğrusu belə yazaq. Həm ədat yanaşa bilərsən, həm də buna biz bildiyimiz əvəzlik də deyə bilərik. Bəs belə sözünün hansı məqamları var? Ədat məqamı var, ədatı var. Belə sözünün bütün məqamları nəzərə alsaq, əvəzliyi də var, bunu bayaq dedik. Bir də var belə sözü, bel, lapatka mənası olan isim olsun. Yəni yönlük halda işlət. Məsələn, belə lapatkaya sap taxdıq. Məsələn, bunu bu formada düşünə bilərsiniz. Yəni bütün məqamları nəzərə alsaq, yəni amomil vəziyyəti yox ha, yəni ümumiyyətlə amoform vəziyyətini belə nəzərə alaraq deyə bilirik ki, bu sözləri müxtəlif cür düşünmək mümkündür. Daha sonra nəyə diqqət eləyək? Əvəzliklərdə gəlin bu məqama diqqət eləyək. Bəzən yazır ki, aşağıdakı hansı sözün şəxsini dəqiq söyləmək olmur. Onu hansı məqamlarda bilirik? Məsələn, deyirəm ki, kitabını əli aparıb. Kitabını Həsən apardı. Kitabını Həsən apardı cümləsində kitabını onun, bir də sənin. Yəni kitabının sözünün daha doğrusu hansı şəxsdə olduğunu bilmək olmur. Sənin kitabın formasında ına bütöv şəkilçi deyirsən, onun kitabı bura qədər şəkilçi deyirsən. N bitişdirici olur, təsirli kal. Yəni bu sözün halını dəqiq söyləmək olmur demir ya, şəxsini dəqiq söyləmək olmur. Bunun halı zaten bəllidir. Bu təsirli halda olan bir sözdür. Mənsubiyyət plus hal varsa demək ki, o artıq adlı halda olmamış olacaq. Sonra bir də bu məqama diqqət eləyin əvəzliklərdə. Şəxs əvəzliklərində birinci və ikinci şəxsin həm təki, həm də cəmi olan sözlər özündən sonra üçüncü növ söz birləşməsini yaradan isimlərlə əlaqəyə girə bilirlər. Yəni burada bizə bəzən belə nümunə verir. Deyir ki, kitabım, kitabı. Deyir, hansı sözün qarşısına həm əvəzlik, həm də digər nitq hissəsi artırıb üçüncü növ yarada bilərsiniz. Siz kitabı sözünü deyə bilərsiniz. Niyə? Onun kitabı da deyə bilərsən. Əvəzliyi artırdın, nə bilim, filan kəsin kitabı belə də artıra bilərsən. Verə bilərsən ki, məsələn, Həsənin kitabı. Belə də işlədə bilərsən. Amma kitabın ifadəsinin əvvəlinə ancaq mənim ifadəsini qoya bilərsən. Yəni, yoldaşlar, birinci və ikinci şəxsə aid olan mənsubiyyət şəkilçiləri işlənəndə birinci və ikinci şəxsin ancaq birinci tərəfə əvəzliyini artırmaq mümkündür. Üçüncü növ ancaq belə yaratmaq olar. Ona görə üçüncü şəxs sərbəstdir. Yəni burada insan anlayışı, cansız anlayış, canlı anlayış qoya bilərsiniz. Amma yadda saxlayın ki, üçüncü növ söz birləşməsi əgər ikinci və birinci şəxsə aid mənsubiyyət qəbul eləyibdirsə, əsas tərəf, birinci tərəf heç vaxt digər nitq hissəsi ola bilməz. Mütləq orada əvəzlik çıxış etməlidir. Mən, sən, bir də biz və siz əvəzliklərini deyə bilərik burada. Sonra hansı məqama diqqət eləyək? Belə bir nümunə yazır. Yazır ki, Həsən uşağını həkimə apardı. Belə nümunə yazır. Bir də yazır ki, biz
e, borcumuzu ödədik. Yazır ki, bu cümlələrdən hansına öz əvəzliyini qoysaq, fikir dəqiqləşər. Belə bir şey yazır. Öz əvəzliyini qoysaq, fikir dəqiqləşər. Sən burada özü qoya bilirsən. Sən burada özü qoya bilirsən. Amma hansına zəruridir? Birinciyə. Səbəb. Çünki sən birinciyə özü ona görə qoyursan ki, Həsən öz uşağını apardı dəqiq olsun. Amma öz olmadığı təqdirdə Həsən uşağını sənin və yaxud da ki, onun, nə bilim ya, özünün və s. Gör kimi fərqli düşünmək olur uşağının sözünə görə. Amma burada borcumuz neçənci şəxsə aiddir? Borcumuz bizim. Bu zaten bir şəxsə aiddir. Yəni bunu başqa şəxsdə düşünmək olmur axı. Bu vəziyyət, yəni özə ehtiyac nə zaman yaranır? Burada şəxs dəqiq olmayanda. Burada şəxs dəqiqdirsə özə ehtiyac yoxdur. Düzdür, qoya bilərsən. Amma ehtiyac yoxdur, çünki fikir zaten dəqiqdir. Yuxarıdakında fikir dəqiq olmadığına görə dəqiqlik üçün öz əvəzliyini ora artırmış olduq. Bu məqama diqqət eləyək, yoldaşlar. Sonra gəldik hansı məqama? Gəlin bu başqa bir məqamla davam eləyək. Bunu qırmızıya çevirək. Deyir ki, bütün əvəzliklər morfoloji dəyişikliyə uğrayır. Məsələn, belə bir fikir verə bilər ki, əvəzliklər morfoloji quruluşuna, morfoloji formasını dəyişə bilirlər. Xeyr, heç də bu belə deyil. Məsələn, bütün əvəzliyini götürək. Sonra eyni zamanda hər əvəzliyini götürək. Bu əvəzliklər təyini əvəzliyi olaraq morfoloji dəyişikliyə uğramır. Morfoloji dəyişmir. Yəni, bunların tərkibinə qrammatik şəkilçi qoşaraq onlara nə isimləşdirmə və yaxud onlara qrammatik şəkilçi qoşaraq onları formaca dəyişdirmək olmur. Deyə bilərsiniz, ay müəllim, bəs bütünlük, hərdən sözləri axı dilimizdə var. O sözlər leksik şəkilçilər vasitəsilə yaranıb. Orada qrammatik şəkilçi yoxdur. Sən bütündən, bütün və yaxud da ki, hərin, yəni gördüyünüz kimi hərlər, gördüyünüz kimi siz buna nə edə bilmirsiniz? Cəm və ya digər hal şəkilçilərini qoşa bilmirsiniz. Siz buna qoşa biləcəyiniz maksimum şəkilçi leksik şəkilçidir ki, o da digər nitq hissələrinin yaranmasında köməklik eləyir. Ona görə də bunlar morfoloji dəyişikliyə uğramır, yəni qrammatik cəhətdən dəyişmir. Bütün sözünü neçə cür düşünə bilərsiniz? Bütün məqamlarını nəzərə alası olsaq, buna isim deyərsiniz, buna sifət deyərsiniz, buna eyni zamanda əvəzlik deyərsiniz. Zaten biz bunu əvəzlik kimi zaten qeyd eləmişik. Sifət kimi necə olur? Bütöv sözü var, bütün sözü bütöv kimi. Məsələn, bütöv çörək, bütün çörək. Belə, bir də bəs müəllim isim kimi nətər olur? Onda bütün məqamları nə dedim axı nəzərə alın? Büt sözü plus ün. Belə düşünə bilərsən. Büt də məsələn sitayiş olunan o büt deyirlər də, bax o. O olsun sözün kökü, bu da olsun mənsubiyyət və ya hal şəkilçisi. Tamam, aydın məsələdir. Sonra nəyə diqqət eləyirsiniz? Belə ifadələr istifadə olunur. Hər zaman, hər an. Sonra işlədə bilirik ki, hər gün. Bu məqamlar, bu məqamlarda hər sözlərinə, bunlara yazıram. Əvəzlik demək olmaz. Yəni bunlar mürəkkəb zaman zərfləridir. Bu qədər. Bunlar mürəkkəb zaman zərfləridir. Bax, diqqətli olun. Yəni sən bunu sənə yaza, verər altından bu hissəni xətt çəkər və deyər ki, altından xətt çəkilmişsə əvəzlikdir, deyərsən səhvdir. Məsələn, hər belə deyim də, işlənəndə nə zaman əvəzlik olur? Bu kifayət qədər aydındır. Məsələn, hər kitab, hər insan, hər bağ, hər daş, işlədə bilərsiniz bunu. Sadəcə burada hər günə gələn biraz fərqli yanaşaq. Bunu iki cür düşünmək olur əslində. Bu işlənmə yerinə baxır. Məsələn, belə bir nümunə deyim sizə. Belə bir nümunə sizə deyim. Nümunəmizdə nəyə vurğulur? Deyir ki, hər gün bu gün kimi deyil. Gün bugün kimi deyil. Hansı gün? Hər. Yəni burada
günü xüsusiləşdirir. Yəni hər gün bu gün kimi deyil. Buradakı hər gün bütövlükdə zaman zərfi deyil. Nə zaman bütövlükdə zaman zərfi olur? Deyim, hər gün sizə gələcəm. Hər gün onu görürəm. Nümunəsində o zaman zərfi olur. Amma bu nümunədə isə hərə əvəzlik deyirsən, bu qədər. Və ya işlədirik, hər tərəf birinci növ təyin söz birləşməsinin bu hissəsi olur nə? Əvəzlik. Niyə? Təyin əvəzlikdən söhbət gedəcək. Sonra bu aydın məsələdir, ümid eləyirəm. Yəni bu başqa formalarda da istifadə oluna bilər. Hər sözün işləndiyi nümunələr, amma digər məsəl üçün bu vurguladığımız məqamda diqqətli oluruq. Sonra nəyə diqqət eləyək yoldaşlar? Burada diqqət eləyəcəyimiz məqam odur ki, nə qədər sözü əvəzlikdir. Bu məqamı da ağlımızdan çıxarmayaq. Çünki bəzən nə qədər sözünü görəndə nə qədər sözünə nə deyirik? Müəllim, nə qədər sözü sayd elə? Xeyr, sayd deyil. Nə qədər sual əvəzliyidir. Yəni bu nə qədər? Bir də bu məqamı yadınızda saxlayın ki, bütün əsas nitq hissələrinin sualları nə hesab olunur? Əvəzli. Bax, bütün əsas nitq hissələrinin sualları əvəzli hesab olunur. Yəni bütün elə bil ki, sual əvəzliklərini təşkil edən sözlər əslində bütün əsas nitq hissələrinin suallarından təşkil olunur. Sonra həmin əvəzlik haqqında danışdıq. Bayaqların bunu bildirdik sizə. Sonra başqa görək nə olacaq? Kimsə əvəzliyindən danışaq. Kimsə əvəzliyi, kimsə. Əslində kimsə əvəzliyi iki cür düşünülə bilər. Bir var kimsə, bir var kimsə. Bu məqamı da qeyri-müəyyən əvəzlikdir. Bu da qeyri-müəyyən əvəzlikdir. İki cür qeyri-müəyyən əvəzlik mənasında istifadə olunur. Ona görə kimsə sözünü iki cür düşünə bilərsiniz. Və amonim deyərikmi buna? Demərik. Çünki bunların leksik mənaları vurğusuna görə mənası dəyişəndə də dəyişir. Vurğu fərqi olduğuna görə amonim deyə bilmərik buna. Məsələn deyirəm, kimsə gəldi. Bir də var, kimsə yoxdur ona kömək etsin. Yəni heç kim mənasında olacaq. Sonra ardınca nəyə deyək? Heç kim ifadəsini yazacağım mən bura. Heç kim. Heç kim nədir? Qeyri-müəyyən əvəzlikdir. Məsələn, heç kim bizə köməklik etmədi cümləsində heç kim qeyri-müəyyən əvəzlikdir. Amma bir də var, belə bir şey yazıram. Heç kim sənə kömək etdi. Kömək etdi. Cümləyə baxaq. Heç kim sənə kömək etdi. Buradakı heç ədatdır. Yəni sadəcə böyür-böyrə heç kim kimi görsənir və heç kim ifadəsinin altından xətt çəkir və yazır ki, altından xətt çəkilmiş ifadə əvəzlikdir. Biz də deyirik ki, hə, əvəzlikdir və səhv eləyirik. Amma heç soruşan oldu mu ki, necəsən, nə edirsən? Yəni buradakı heç sözünün işlənmə məqamı ədatdır. Aldatmaqdan ötürü bu formada qeyd eləyib biz çaşdıra bilərlər. Sonra nədən danışaq? Burada bir məqama da gəlin toxunaq. Sual əvəzliyi o bəzən cümlədə işlənir, amma sual məzmunu ifadə eləmir. Sual əvəzliyi cümlədə var, amma sual məzmunu ifadə eləmir. Bu məqamı nə ilə yadımızda saxlayaq? Yadda saxlayın ki, sual əvəzliyi olub, sual məzmunu ifadə etməmək bir vəziyyət hardadır? Birinci vəziyyətimizi qeyd edirəm. Bağlayıcı söz. Bağlayıcı söz sxemi bu formada olan tabeli mürəkkəb cümlədə işlənir və budaq cümlədə olur bağlayıcı söz. Bağlayıcı söz nədir? Bağlayıcı söz əsasən sual əvəzliklərdən təşkil olunan, amma suallıq məzmununu saxlamayıb, budağı başla əlaqələndirən bir vasitədir. Məsələn deyirəm ki, kim yazıları yazsa, o ona hədiyyə verəcəm. Kim yazıları yazsa ona hədiyyə verəcəm. Buradakı kim sualı, sual əvəzliyi, sual cümləsi yaradıbmı, yaratmayıb. Amma burada siz dana bilərsinizmi ki, sual əvəzliyi yoxdur? Xeyr, çünki sual əvəzliyimiz var. Amma
burada sual əvəzliyinin istifadə olunması hələ orada sual məzmunu yaratması demək deyil. Çünki bu bağlayıcı funksiyadadır. Ona görə də sual əvəzliyini ifadə etməyəcək. Bu məqama diqqət eləyək. Sonra ardınca hansı məqam deyək burada? Bəs ikinci məqam hansıdır ki, sual əvəzliyi sual məzmununu ifadə etmir. Məsələn, deyirəm ki, kimin gəldiyindən xəbərim yox idi. Kimin gəldiyindən xəbərim yox idi. Demək ki, yox idi nə xəbərim, nədən? Kimin gəldiyindən. Tamamlıq. Fikir versəz, bu cümlədə sual əvəzliyi yenə də var. Sual əvəzliyi var. Amma cümlənin sonunda sual işarəsi varmı? Yoxdur. Ona görə də kimin gəldiyindən xəbərim yox idi cümləsində kimin sual əvəzliyi var, amma suallıq məzmunu ifadə eləmir. Bu əsasən bu məqamlarda söz birləşməsinin içərisində istifadə olunanda baş verir. Yəni cümlənin içərisində sual əvəzliyi var, amma nədir? Sual məzmununu yaratmayıb. İndi bu cümləni biraz da mürəkkəbləşdirib belə təqdim edə bilər. Deyir ki, kimin gəldiyindən sənin xəbərin varmı? Belə bir şey yazır. Kimin gəldiyindən sənin xəbərin varmı? Və verir ki, cümlədə sual əvəzliyi vasitəsilə sual əvəzliyi vasitəsilə sual cümləsi yaranıb. Burada sual əvəzliyi vasitəsilə sual məzmunu yaranmayıb. Burada sual məzmununu yaradan vasitə nədir? M-mi sual ədatıdır. Sual əvəzliyi deyil. Bu məqama diqqət eləyirik. Yəni sual ədatı yaradıb. Sual əvəzliyi burada funksiyası yoxdur. Amma səni çaşdırar. Deyər, sən də düşünərsən, hə də müəllim, sual əvəzliyi var, sual işarəsi var, qutardı, getdi. Bu nədir? Sual əvəzliyi sual məzmunu yaradıb. Xeyr, burada axı söz birləşməsinin içindədir. Olmaz. Diqqət eləyirik bu məqama. Sonra başqa hansı məqam deyək? Bir də bu məqamı da əlavə eləyim sizə. Deyim ki, sual əvəzliyi vasitəsilə yaranan sual cümlələrinə hə, yox, bəli, xeyr tipli cavablar vermək olmur. Biz bilirik ki, hə, yox, bəli, xeyr tipli suallar, yadda saxlayın, yadda da cavablar. Bunlara deyilir söz cümlə. Söz cümlə. Bunlar söz cümləni yaradırlar da. Yəni siz də sual verirsiniz. Sən gələcəksən, cavab verə bilirsən, hə, yox, bəli, xeyr. Bunu verə bilirsən. Amma mən deyirəm ki, sən haradan gələcəksən? Bu suala gəlin də hə, yox, bəli, xeyr cavablarını ver. Axı mənim burada sual altına saldığım hissə haradan sualdır? Sənin buna verəcəyin cavab, məsələn, Gəncədən sual olacaq. Fikir verin buna. Gördüyümüz kimi bizim cavabımız məhz o sual altına düşən hissəyə uyğun cavablandırıldı. Yəni belə ümumiləşdirdik ki, sual əvəzliyi vasitəsilə yaranan əvəzliklər suallara hə, yox tipli cavablar vermək olmur. Buna diqqət eləyərsiniz. Sonra başqa hansı məqama gəlin diqqət eləyək, bunları silək. Deməli, bir dəqiqə, hə. Birazdan mən o-budan danışacağım, onlara da diqqət eləyərik. Hə, ümumiləşdirib bayaq dedik, bunu əlavəmiz eləyək. Elə, belə, bəzi, öz. Bu əvəzliklərdə sxem nədir? Bunlar mənsubiyyəti qəbul edib sonra hal qəbul etməlidir. Yəni bunlara mənsubiyyət qoşulmadan hal qoşmaq olmaz heç bir zaman. Mənsubiyyət plus hal olmalıdır. Bu məcburdur, mütləqdir, olmalıdır. Sonra bir də öz əvəzliyi ilə bağlı bir məsələni də deyim ki, öz əvəzliyini bəzən yazırlar ki, mənim öz əvəzliyi müstəqil cümlə üzvü olmur elə. Deyirəm, niyə? Deyirəm, müəllim, axı onu biz belə işlədirik. Öz kitabım, öz dəftərim, öz yazım, belə deyirik. Müəllimlər, baxın, öz əvəzliyi, tamam, razıyam, elə işlənir. Amma öz əvəzliyi müstəqil cümlə üzvü niyə olmasın ki? Məsələn, deyirəm ki,
özü yazdı. Yazdı. Yazdı kim? Özü. Veya özüdür. Rahat olur da. Sonra özümden soruş. Kimden? Özümden. Oldu. Niye olmasın ki? Yani sadece olarak biz onun belə məqamlarını öz kitabım mənə bəsdir. Olanda öz kitabını bir yerdə götürərsiniz. Amma yerdə qalan vəziyyətlərdə diqqətli olun ki, müstəqil cümlə üzvlükünə çıxış eləyə bilir. Sonra ardınca hansı məqama diqqət eləyək müəllimlər? Əvəzliklər belə deyək də, sual əvəzlikləri. Hansı niksələrini əvəz eləyə bilirlər? Dedik ki, axı isim əvəz eləyir, sifət əvəz eləyir. Çünki bütün əsas niksələrin sualları orada var. Feil əvəz eləmək məsələsi. Feil əvəz eləyə bilirlərmi? Yadda saxlayın ki, sual əvəzlikləri quruluş etibarilə necə olur? Bir də bundan danışaq. Sual əvəzliyi sadə də ola bilər, mürəkkəb də ola bilər, düzəltmə də ola bilər. Məsəl üçün deyirəm ki, neçənci düzəltmə sual əvəzliyidir. Sonra işlədirəm nə sadə sual əvəzliyidir. Bir də nə vaxt, bu da mürəkkəb sual əvəzliyidir. Gördüyünüz kimi olur. Bir də yoldaşlar, buna diqqət edin. Nə etdi, indi təsriflənən formada yazıram. Nə oldu? Bu nə etdi və nə oldu ifadələri ki var. Bu ifadələr daha doğrusu təsriflənən feillərə verilən sualdır. Və bunların özü nədir? Əvəzlik. Onda belə başa düşürük ki, sual əvəzliyi feili xəbəri də əvəz eləyə bilir. Məsəl üçün yazdı. Yazdıya sual veriləndə bunu veririk. Yazdı, nə etdi? Demək ki, yazdı feildir, nə etdi amma feil deyil, nə etdi sual əvəzliyidir. Çünki o xəbərə nə etdi sualını sən vermiş oldun. Yəni ümid edirəm başa düşdük. Yəni qısaca belə fikir qabağınıza çıxa bilər ki, feili heç vaxt əvəz eləyə bilməz əvəzlik. Niyə əvəz eləmir ki? Bu vəziyyətdə sual əvəzliyi əvəz elədi. İndi belə baxanda əslində rahat şəkildə digərlərini də deyə bilərsiniz. Məsəl üçün məsdəri, feili sifəti, məsələn feili sifəti əvəz eləyə bilməz ki. Məsələn deyirəm, oxuyan uşaq necə uşaq, hansı uşaq formasında sual əvəzliyi onu da əvəz eləmək gücündədir. Sonra hansı məqama diqqət eləyək? Bir də bu məqam, o əvəzliyi ilə bağlı bir məqama diqqət eləyək ki, o əvəzliyində məsələn o işarə də var, o şəxs də var. Yadda saxlayın, o işarə əvəzliyi şəkilçi işlətmir. Yəni bunlara şəkilçi qoşmaq olmur. Amma o şəxs əvəzliyinə şəkilçi qoşulur. Demək ki, o şəxs əvəzliyinə şəkilçi qoşulur, o işarə əvəzliyinə şəkilçi qoşulmur. Məsələn, işlədirəm ki, onu, sonra ondan, sonra odur. Bunlara işlədəndə biz nə kimi işlədirik? Şəxs əvəzliyi kimi işlədirik. Amma o işarə əvəzliyi olanda isə heç bir zaman tərkibində şəkilçi işlənməz. Ona görə işarə əvəzliyinin bir dənə sualı var, o da hansı sualına cavab verir. Başqa yerdə də istifadə olunmur. Müstəqil cümlə üzvü ola bilər işarə əvəzliyi olan. O olmaya da bilər. Şəxs əvəzliyi də müstəqil cümlə üzvü də ola bilər, olmaya da bilər. Yəni bu feili birləşmənin və ya isim birləşmənin içərisində olmasından asılı olaraq dəyişə bilər. Sonra hansı məqamı deyəcəm sizə? Bir də şəxs əvəzliklərinin içərisində biz, siz və onlar sözləri ən çox tamamlıq əvəz eləyir. Tamamlıq. Amma bunlar yalnız tamamlığı yox, həm də yer, zərfliklərini də əvəz eləyə bilər. Məsələn, deyirəm ki, bizdə bu kitabdan var. Bizdə sözünü iki cür düşünə bilərsiniz. Həm zərflik kimi, sən buna həm zərflik deyə bilərsən, həm də tamamlıq deyə bilərsən. Bizdə bu kitabdan var, yəni bizim evimizdə mənasında. Bir də var ki, bizdə, yəni bir toplum, 5 nəfər, 3 nəfər bir yerdə olduqda bizdə bu kitabdan var mənasında işlədə bilərsiniz. Ona görə biz, siz, onlar ifadələrini işlətməyimiz yer zərfliyi kimi də, tamamlıq kimi də mümkündür. Məsələn, onlara sözümüz yoxdur, bir də var gedib onlarda qaldı. Və yaxud da deyirəm ki, sizdə bu kitabdan var nümunəsi
Bir də var deyirəm ki, sizdə yaxşı fikirlər var. Bax bu formada işlədib siz bunun zəiflik ya tamamlıq olduğunu müəyyənləşdirə bilərsiniz. Sonra bu nümunəyə baxaq. Şəxs əvəzliyi cümlədə hansı cümlə üzvü olur əsas? Şəxs əvəzliyi cümlədə əsas mübtəda olur, tamamlıq olur. Bayaq dediyim kimi bu zəiflik roluna da çıxış eləyə bilər. Biz, siz, onlar sözləri. Bir də ki, siz onu rahat şəkildə xəbər roluna da sala bilirsiniz. Şəxs əvəzliklərini. Amma təyin rolunda çıxış eləyə bilən şəxs əvəzliyi varmı? Var. Bu nə zaman baş verir? Biz və siz sözlərində özündən sonra bizim, sizin sözlərində mənsubiyyətini itirən sözlər olanda bizim kitab ımız və ya ınız formasında işlədirəm. Buradan mənsubiyyəti yox eləyirəm. Onda bizim və ya sizin sözü cümlənin təyininə çevrilir. Bizim kitab sizdədir və yaxud da sizin kitab bizdədir formasında istifadə eləyə bilərsiniz. Onda sizin bizim sözləri nəyə çevriləcək? Təyin rolunda çıxış eləyən şəxs əvəzliyinə. Sonra diqqət eləyin nəyə? Burada parçalandı və buna təyin dedik. Düzdür? Bu təyin rolunda oldu. Amma bəzən belə nümunələr olur ha. Bizim sözündən sonra tərəflər, zamanlar, sonra dövrlər, vaxtlar. Yəni yadda saxlayın ki, ikinci hissəsində bu sözlər və s. İndi başqa sözlər də ola bilər. Bir neçəsini yazdım. Bölümdə bax bizim sözü olsun, bir də yanında bunlar gəlsin. Yadda saxlayın. Bura mənsubiyyət olmasa da, bizimə təyin deyə bilməyəcəksiniz. Bunlar bir yerdə təhlil olunacaq. Bizim tərəflər belə deyil, bizim zamanlarda belə deyildi, bizim dövrlərdə belə deyil, bizim vaxtlar belə deyil. Bu formada biz bir yerdə götürəcəyik. Baxın, bizim kitab sizin kitabda oldu. Və bizim kitab ifadəsini istifadə elədik və bizim təyindir. Amma bizim sözündən sonra bu sözlər gəlsə və işlənsə ki, mənsubiyyət yoxdur, onda təyin götürünmü? Götürmə. Çünki bu vəziyyətdə bir yerdə götürmək məcburiyyətindədir. Çünki bunu biz praktik olaraq aralaya bilmirik. Məsəl üçün, vaxtlar maraqlıydı, hansı bizim? Yox. Amma bizim kitab maraqlıdır. Maraqlıdır. Nə? Kitab. Hansı kitab? Bizim. Görürsünüz, bunu təyin eləmək olur, onu təyin eləmək olmur. Ona görə bu vəziyyətdə götürə bilməyəcəyik. Diqqətli olaq. Sonra ardınca nəyə diqqət eləyək burada? Gəlin indi danışaq biz əvəzliyin şəxs və işarə olmaqla ondan sonra vergülün qoyulub qoyulmamaq məsələsinə. Şəxs əvəzliklərində yadda saxlayın ki, vergül işarəsinin qaydası var ki, olur və işarə əvəzliyində isə olmur. Mən bura 3 dənə əvəzlik yazacağım. O işarə əvəzliyini yazaq. O işarə olsun. Ya olsun o şəxs. Bir də bu işarə olsun. Əsas bu ikisinə diqqət edin. Çünki bunlar bizə problem yaradır. O işarə əvəzliyinin sualı hansı sualdır? Hansı? Şəkilçi qəbul etmir. O işarə əvəzliyi. O işarə əvəzliyi ancaq təyin rolunda olur. Təyin edici olur. Bu ancaq təyin edicidir. Məsəl üçün deyirəm ki, o kitab maraqlıdır. Hansı kitab? O. Və ya o insan mənə kömək etdi. Hansı insan? O. Bu oldu işarə əvəzliyi. Və yadda saxlayın ki, o işarə əvəzliyindən sonra vergül olmaz. Gəldi şəxs əvəzliyi olan o-ya. Şəxs əvəzliyi olan o isə fərqlidir. Onda belə çıxır ki, o işarə və şəxs olaraq amonim əvəzlik sayılır. O şəxs əvəzliyi bu sifətə əvəz eləyirsə, bu isə nəyə əvəz eləyir? İsmə əvəz eləyir. O şəxs əvəzliyi ismə məxsus olan hansı suallara cavab verə bilər? Kim sualına cavab verir? Bir də ki, nə sualına cavab verir? Çünki üçüncü şəxs canlı və ya cansızdan ibarət olduğuna görə belədir. O şəxs əvəzliyi cümlədə hansı cümlə üzvləri ola bilər? Tamamlıq ola bilər. O şəxs əvəzliyi cümlədə xəbər ola bilər. Sonra mübtəda ola bilər. Yəni, müxtəlif cümlə üzvləri olur. Amma işarə əvəzliyi ancaq sifətdir və təyin rolunda çıxış eləyir. Təyin edici funksiyada olur. Düzdür, yəni o şəxs əvəzliyi tərkibin içinə girə bilər. İşarə əvəzliyi də tərkibin içinə girə bilər. O başqa məsələ. Amma şəxs əvəzliyinin işlənmə dairəsi daha genişdir. Şəxs əvəzliyindən sonra vergül qoyular.
Sonra qoyulmaz. Qoyulmaz. Bəs nə zaman o şəxs əvəzliyi mübtəda rolunda çıxış eləyərsə, ondan sonra vergül işarəsi qoyulmaz. Yada saxlayın. O'dan sonra birbaşa plus feil gəlsə, təsriflənən feil gəlsə, plus gəlsə nə? Əvəzlik. Birbaşa əvəzlik gəlsə vergül qoyulmaz. Üstəgəl burada işarə əvəzli, daha doğrusu ardınca köməkçi nitq hissəsi gəlsə vergül qoyulmaz. Demək bu məqamlarda vergül qoymayacaq. Amma vergül qoyulan məqamları bəs hansılardır? Bu köməkçi hissələr deyəndə bunların içərisində əsas qoşmadır, sonra ədatdır. Bu sözlər olanda vergül qoyulmur. Amma o işarə əvəzliyi, o şəxs əvəzliyindən sonra əgər üstəgəl gəlsə, belə deyim də, ədat yox, daha doğrusu nida gəlsə daha doğrusu vergül qoyular. Sonra niyə görə? Çünki nidanın hər iki tərəfinə vergül qoyulur. Sonra bundan sonra modal söz gəlsə hər iki tərəfinə vergül qoyular. Bu məqamlar əslində bir dəqiqə bunları digər tərəfə qeyd eləyərik. Burada vergül qoyulan hissəyə. Özündən sonra isim gəlsə, sifət gəlsə, say gəlsə, zərf gəlsə, sonra feili sifət gəlsə, vergül işarəsi qoyular. Bir də bura əlavə eləyirəm. Məstər plus feili bağlama. Demək ki, bax bu məqamlarda vergül işarəsi qoyulmur. Örnək olaraq gəlin yazaq. Deyirəm o gəldi, bu cümlə olsun və o yazmaq üçün getdi. Sonra o mənə dedi. Burada gördüyünüz kimi vergül işarələri yoxdur. Ona görə ki, bizim bu nəzərdə tutduqlarımız gəlibdir. Amma isim, sifət, say, əvəzlik, daha doğrusu isim, sifət, say, zərf, feil, sifət gələndə vergül işarəsinin qoyulmasında sıxıntı yoxdur. Bəs köməkçi nitq hissələrindən nə gəlsə, o'dan sonra vergül qoyular. Bu modal sözdür. Modal söz. Sonra bu nidadır. Bir də ki, təsdiq, inkar ədatıdır. Bunlar gələndə vergül işarəsi qoyular. Modal sözdən sonra o'dan sonra modal söz gələndə niyə vergül qoyulur? Çünki modal sözün qaydası odur ki, hər iki tərəfində vergül tələb eləyir. Məsəl üçün deyirəm ki, o yəqin gecikib. Yəni yəqin hər iki tərəfə qoyulur. Vergülün biri gəlir o'dan sonraya düşür. Bu əslində o'nun işi deyil. O əslində modal sözün belə deyək ki, üzərinə düşən bir məsuliyyətdir. Nida da eyni qaydadadır. Ədat, təsdiq, inkar bildirən ədatlar hə, yox, bəli, xeyr sözlərini bura aid eləmiş oluruq. Ki bunlarda da, yəni məsəl üçün deyirəm o, bəli, gələcək. Bu formada bəlinin sol və sağına vergül qoyuruq deyə vergülün biri gəlir o'dan sonraya düşür və o'dan sonra vergül qoyulur anlayışı ortaya çıxmış olur. Əslində isə vergül onun tələbi deyil. Testdə yazır. Deyir ki, aşağıdakı hansı cümlədə vergül o şəxs əvəzliyinin tələbi ilə qoyulmayıbdır. Yəni o gördüyümüz kimi ədata və ya nidaya və ya modal sözə görə qoyulmuşdur. Bu məqama diqqət eləmiş olaq. Sonra ardınca nəyə toxunacaq burada? Bir də bu məqama diqqət eləyin ki, əgər modal sözün bu qrupu var ki, hansı qrupdan söhbət gedir? Məsələn, elə bil, sanki, sonra elə bil ki, sanki, güya ki sözləri, güya ki sözləri əgər qarşınıza çıxsa, bilin ki, güya ki, bu sözlər qabağınıza çıxsa, bunlar vergül tələb etməyən modal sözlərdir. Hansı modal sözlər oldu? Vergül tələb etməyən. Məsəl üçün deyirəm o, elə bil, şirdir. Cümləsində şirdir kim o, elə bilin sağ soluna vergül qoymadım.
Gördünüz köməkçinin kisəsi gələndə normalda vergül qoyulmamalıdır. Amma elə bir modal sözü gəlirsə onun vergülünü istifadə eləmirəm. Bunun da səbəbi nədir? Çünki orada elə bir işlənməsi modal sözün vergülsüz versiyası olduğuna görə oradan sonra da vergülün qoyulmaması düzgün yanaşma hesab olunur. Biz bayaqların bir məqamı dedik. Dedik ki, əvəzliklərdə əgər o şəxs əvəzliyindən sonra əvəzlik gələrsə vergül işarəsindən istifadə edilmir. Amma belə məqamlar qabağımıza çıxır və bizi çaşdırır. Hansı məqamlardır ki, o şəxs əvəzliyindən sonra əvəzlik gələr, amma vergül qoyular. Məsəl üçün deyirəm, o mənim dostum bunları yazdı. Yəni mənim dostum, o şəxs əvəzliyidir. Bu da mənim dostumdur. Bunun arasına mən tirə işarəsi qoydum. Bu əlavədir, bu da cümlə üzvüdür. İndi burada biz bilirik ki, əlavə ilə cümlə üzvü arasına təkcə biz tirə işarəsini yox, həm də vergül də qoya bilirik. O, mənim dostum bunları yazdı. İndi burada fikir versək, o şəxs əvəzliyidir və mübtəda rolundadır. Mənim dostum da onun əlavəsidir. Mənim dostumdakı bax o mənim sözü əvəzlikdir. Gördünüz, oradan sonra əvəzlik gəlib, amma vergül qoyulub. Bu vergül, yenə də deyirəm ki, şəxs əvəzliyinin tələbi deyil. Bu modal sözün tələbi, daha doğrusu əlavənin tələbidir. Və ya bu nümunəyə diqqət eləyək. Deyirəm, o, mən, sən getdik. Fikir verin, burada da həmcislik yaratmışam. O, mən, sən getdik. 3 dənə fərqli şəxsi işlətmişəm. Təbii ki, bunların arasına ya və qoymalıyam, ya da vergül işarəsi qoymalıyam. İndi biz bura vergül işarəsini əvəz elədiyimizə görə, indi burada 3 dənə həmcislik yaranmış olur və odan sonra mən əvəzliyi istifadə olunubdur. Amma vergül də qoyulubdur. Normalda isə odan sonra əvəzlik gələndə vergül işarəsi qoyulmaz. Ona görə bütün məqamları nəzərə alaraq yanaşası olsanız bunlara diqqət eləyin ki, odan sonra əvəzlik gəlib vergülün istifadə olunması mümkün ola bilərmiş. Sonra nəyə diqqət eləyirik? Bu məqama gəlin diqqət eləyək. Bəzən olur ki, sualı necə qoyur? Sualda deyir ki, aşağıdakı hansı nümunədə o işarə əvəzliyindən sonra vergülün qoyulmasında səhvə yol verilibdir. Bax, o işarə əvəzliyindən sonra səhvə yol verilib. Məsələn, deyirəm ki, o mənə kömək etdi. Kömək etdi. Belə bir cümlə yazır, vergül qoyur. Bir də yazır ki, bu sənə dediyim son sözlərdir. Son sözlərdir. Nə bu? Burada vergül qoydum. İndi burada o'dan sonra, bu'dan sonra vergül xətaları var. Amma şərtdə mənə deyir ki, aşağıdakı hansı cümlədə işarə əvəzliyindən sonra vergüldə səhvə yol verilibdir. İndi sən deyirsən ki, müəllim bunu götürdüm, amma səhv çıxdı. Niyə səhv çıxdı? Çünki burada vergül xətası şəxs əvəzliyidir. Bu şəxs əvəzliyidir. Burada deməli, yadınızda saxlayın ki, əgər hansı cümlədə işarə əvəzliyindən sonra vergül xətası var deyirsə, vergül səhvi var deyirsə, onu axtarmayın. Çünki o işarə əvəzliyində zaten vergül olmur. Vergül məsələsi o şəxsdədir və həmin o şəxsdə də soruşmur da işarəni soruşur. İşarə verirsə bunu soruşun. Bunu verin. Yadda saxlayın ki, bu işarə əvəzliyi həmişə işarədir. Yəni onun şəxs vəziyyəti yoxdur. Odur. Bircə dənə şəxsdə də var, işarədə də var. Bu işarə əvəzliyi həm ismə əvəz eləyə bilir, həm də sifətə əvəz eləyə bilir. Sifətə əvəz eləmə qaydası buna uyğundur. İsmə əvəz eləmə qaydası da buna uyğundur. Eyni. Sadəcə olaraq bunun məqamı odur ki, bu həmişə işarədir. O kimi deyil yəni. Sən şəxsin içində bu əvəzliyini görürsənmi? Yox. Yəni bunun durğu işarə qaydaları, yəni necə idisə, orada necə idisə, burada da belədir. Sifətə əvəz etmə qaydaları necədirsə, burada da elədir. İndi sənin qabağına çıxarsa ki, hansı cümlədə işarə əvəzliyində vergül xətası var, yadında saxla ki, bir mənalı sən bu əvəzliyini götürəcəksən. Yox, əgər desək şəxs əvəzliyində vergül xətası var, onda da sən buranı götürəcəksən. Bu məqama xüsusi diqqət eləməyimiz lazımdır. Sonra belə bir cümlə yazır. Deyir ki, o evdən gələndə gec idi. Gec idi. Bir bu cümləni yazıram. Deyirəm ki, o evdən gəldi. İndi gəlin bu diqqət eləyək nəyə? O evdən gəldi. Kim?
Hardan gəldi? Evdən. Kim? O. Mən bu cümlədə o-dan sonra vergül işarəsi qoyası olsam, bax bu vergül işarəsini ləğv eləsəm, o evdən gəldi. Məsələn, kim? Kimsə. Həsən məsəl üçün. Həsən o evdən gəldi. O olacaq işarə əvəzliyi və təyin rolunda. Amma mən bura vergülü bərpa eləyəndə isə Həsəni götürməyəcəm. O evdən gəldi. Kim? O. O mübtəda olur. Evdən tamamlıqdır və gəldi də xəbərdir. Fikir versək, o bu cümlədə iki cür düşünülür. Şəxs kimdə düşünülür, işarə kimdə düşünülür. Ona görə burada şəxs yoxsa işarə olduğunu dəqiq bilmək istəyirsənsə, ya vergül qoymasan, deyəcəksən ki, işarə əvəzliyidir, vergül qoysan deyəcəksən şəxs əvəzliyidir. Yox, şərtdə yazsa ki, durğu işarələri məqsədli buraxılıb, deyəsən iki cür düşünmək olar. Tamam, indi burada sən təyin rolunda çıxış eləyən, mübtəda rolunda çıxış eləyən əvəzlik görə bilirsən. İki cür düşünmək istəsən əgər. Amma burada yuxarıdakı nümunəyə gəlin diqqət eləyək. Gecidir. Nə vaxt, nə zaman? O evdən gələndə. Burada o evdən gələndə ifadəsi zərflikdir. Zərflikdir. O əvəzliyi, işarə əvəzliyi də ola bilər, şəxs də ola bilər. Sadəcə olaraq mən bura vergülü qoymuramsa, buna işarə deyəcəksən, yenə də tərkibə daxildir. Mən bura vergülü qoysam, bu yenə tərkibə daxil. Yəni vergül qoyuldu, qoyulmadı, fərq etmir. Yenə də tərkibin içərisindədir. Sən burada o-ya işarə denən yenə tərkibdədir, şəxs denən yenə tərkibdədir. Burada onu durğu işarələri buraxılanda iki cür düşünə bilirsən. İki cür düşünmək olur. Amma iki müxtəlif cümlə üzvü kimi düşünmək mümkün deyil. Bax, aşağıdakı cümləni iki müxtəlif cümlə üzvü kimi düşünmək olur onu. Təyin və mübtəda. Amma bunu düşünə bilmirsən. Çünki bu işarə və şəxs olduğu təqdirdə bütün hallarda fe'li birləşmənin tərkibində sayılacaq. Desək ki, iki müxtəlif nitq hissəsi, iki müxtəlif cümlə üzvü kimi düşünülə bilir. Onda səhv götürsən. Çünki cümlə üzvü burada birdir. O da tərkibin içərisindədir. Belə. Bilirəm, aydın oldu hər kəs üçün. Deyəcəklərim bu qədərdir. Nəsə bir sualı olan olsa yazar. Çalışaram ki, köməklik eləyim. Sağ olun.